Bir dəqiqədə yanını çevirməyin. İlk öncə bax bu videoya baxan hər bir kəs salamlayıram. Ramazan ayınız mübarək olsun. Tutulan oruçlarınız qəbul olsun. Edilən bütün dualarınız qəbul olsun. Xətadan, bəladan, pis nəfslərdən, pis gözlərdən uzaq olasın. Pis insanlardan uzaq olasın. Ruzu bərəkətiniz, qazancınız bol olsun. Daima həyatınız gözəl olsun, canınız sağlam olsun. Dəyərli izləyicilərim, Allah hər kəsin ruzusunu versin. Artıq bugündən ev kiramı verə bilmədim. Artıq mən də çöldəyəm, çünki ev yəsi bugün evə gələcəkdir deyən artıq məcburam ki, evdən çıxım, keç olmasa bir özümə bir gün azar eləyim ki, yəni heyvanlarımı qoymuşam, evdə ağzını bağlamışam, çıxmışam, ayın onu ev pulum idi, verə bilmirəm. Ayın 12-sidir. Xahiş edirəm sizdən hər birinizdən. Bax bu video kimin qarşısına çıxsa, nə olar bəyənin, takip atın, paylaşım edin, kopyalayın, amin yazın ki, bəlkə hansısa bir insanın qabağına çıxar. Bu çarəsiz vaxtımda, bu aciz vaxtımda kimsə mənə kömək edər. Özümdə asma xəstəsiyəm, ağciyərində ləkə var, su yığılır, ikinci qrup, pensiya aldım, pensiyam kəsiblər, kağını da gücləşir. Xahiş edirəm hər birinizdən, bax bu videoyu gördünüzsə bəyənməyə, takip atmağı, paylaşım etməyi, kopyalamağı, amin yazmağı unutmayın. Allah sizləri qorusun.